Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 kilometr aralı dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Məlumatla əlaqədar Nazirliyin kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin dalğıc xilasediciləri dərhal axtarışlara cəlb olunublar. Bildirilir ki, həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaşlar 1975-ci il təvəllüdlü Məmmədov Rasim Qəhrəmanoğlu və 2016-cı il təvəllüdlü Məmmədzadə Aytən Rasim qızı xilas edilib. Axtarışlar nəticəsində dalğıcılar tərəfindən 2005-ci il təvəllüdlü Məmmədov Raul Rasimoğlunun meyidi sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının axtarışları davam etdirilir. Faktla bağlı əlavə məlumat veriləcək. Daşkəsən rayonunun Zivlən kəndində döyülmə faktı qeydə alınıb. Kənd sakini 14 yaşlı yeniyetmə baş nahiyəsindən ağır kəllə beyin travması ilə Gəncə şəhər 3 nömrəli xəstəxanasına yerləşdirilib. Müayinə zamanı onun baş nahiyəsində 2 ağır zərbənin izi və sol qulağında açıq yara aşkar edilib. Yaralıya zəruri tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır. İlkin məlumata görə yeniyetməni qonşusu 50 yaşlı Zöhrəb İmanov döyüb. Onların arasında yaranan mübahisə zamanı İmanov armaturla yeniyetmənin başına 2, sol qulağına isə 1 zərbə indirib. Əldə etdiyimiz məlumata görə mübahisə həyətyanı sahədə heyvan otarılması üstündə baş verib. Hadisə ilə bağlı tərəflər polisə müraciət ediblər. Hazırda müvafiq ekspertiza təyin olunmaqla araşdırma aparılır. Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq motoxuliqanlıq edən və həmin görüntüləri sosial şəbəkədə paylaşan motosiklet sürücüsü polis tərəfindən müəyyən edilib. Xəzər rayon polis idarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlərlə 21 yaşlı Zülfiqar Ağazadə saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ağazadə inzibati qaydada həbs edilib.